Dədir. Telefonumuz da açıqdır. 492 80 54 69 74 SMS ünvanımız açıqdır. Buyurun bizimlə zəng eləyin, əlaqə qurun və bildiklərinizdən deyin ki, bəzən bildikləriniz çox faydalı olur. Həmçinin də bəzən elə bir reseptlər ola bilər ki, tamaşaçılarımızın, çox milyonlu tamaşaçılarımızın bilmədiyi bir şey ola bilir. O ki, qaldı qonaqlarımı sizə təqdim edirəm. Bugün Həkim Ekspres sifətində Şəbnəm Yusifzadə, Həkim Şəbnəm Yusifzadə, xoş gəlmisiniz. Həkim fitoterapevt Ulduz Hüseynova, xoş gəlmisiniz. Və Yalçın Məmmədov, Herbaflora şirkətinin nümayəndəsi, Həkim, xoş gəlmisiniz. Bir də fitomenimiz İlkin Cəfərovdur ki, o da öz işindədir, artıq nəsə hazırlayır və bir gözəl də bir şey gətirib bu günləri mənə. Elə bu qar havasında, qarın yağdığı bir vaxtda, sözün düzü, belə bir gözəl gülü düşünəcəksiniz ki, nədir ki, mən bunu əlimdə tutmuşam. Amma inanın ki, bunun gözəlliyi ondadır ki, bu qar havasında o gül açıb, bu zəfərandır. Bu zonada, yəni Abşeronda bitən 3 gül zəfərandır ki, bunun gözəlliyindən danışmağa söz tapmıram. Amma ətrindən və bunun necə deyim, faydasından çox danışmışıq. O qədər danışmışıq ki, güman edirəm, bu günlərdə elə indi ondan ilkin nəsə hazırlayacaq. Bu Sadıq doktorun həyətindən gətirilib. Ona görə də mən Sadıq doktora belə gözəl təbiət sevərliyinə görə minnətdarlığımı bildirirəm şəxsən və güman edirəm, siz də onun bu hərəkətini təqdirə layiq biləcəksiniz. Belə, Sadıq doktor, çox sağ olun, biz sizə minnətdarıq. İndi 3 gül zəfərandan da ilkin bizə siz bilirəm ki, nəsə artıq bir nəsə hazırlamışsınız və biz də bundan indi yəqin ki, çay içəcəyik. O ki, qaldı bizim bəzi burada reklam olunacaq məhsullarımıza. Xatırladıram ki, baş sponsorumuz olan Herbaflora şirkəti 160 adda məhsul istehsal edir ki, onların elə bir neçəsi haqqında artıq sizə məlumat verməyə baxmayaraq bir daha təkrarən məlumat vermək istəyirəm ki, sözün düzü heç mən öyrəşə bilmirəm. Bunların tərkibini öyrənib başa çatdırım. Bir də öyrənib təzə bir məhsul gətirdilər, çıxartdılar ortalığa. Bu yaxınlarda biz fitoçayın, necə deyərlər, təqdimatını eləmişdik. Çox gözəl bir çaydır, 6 tərkibdə olan fitoçay. Elə onu qutarır-qutarmaz, xına haqqında biz 6 aydan çoxdur ki, danışırdıq. Xınalar gəldi, çıxdı meydana. Xınalar da Fitaton 1, Fitaton 2 adında xınalardır ki, bunlar həm kəpəy əleyhinə, həm sibarey əleyhinə, həm göbələk əleyhinə saçın dibini möhkəmləndirir. Çox gözəl bir yığımdan ibarətdir. Amma burada bir qeyri-adli ondan ibarətdir ki, Herbaflora şirkəti uzun müddət iş apararaq çox maraqlı bir nəticəyə gəldi ki, xınanı rəngsiz elədi. Yəni, həmən əsasda xına tərkibli, ona bir neçə maddə vurmaqla xınanı elə elədi ki, xına rəngsiz oldu və bu günləri bundan kişilər də istifadə edə bilər. Saç tökülməsinə qarşı, başda qovağa qarşı, sebareya xəstəliyinə qarşı dediyim kimi. Sonra bir də Fitaton 2 adında yeni bir daha xına çıxartdı. Burada isə xanımlar saçlarını rəngləyə bilərlər ki, bu Fitaton 2 ilə həmçinin də o da müalicəvi əhmiyyətə malikdir. Özü də çox maraqlı eləyiblər ki, demək, bir neçə paketdən ibarət, 3 paketdən ibarət, bir aylıq məsələn müddətə istifadə olunma müddəti bir aydır. Bir aylıq müddətdə 3 paketdən ibarət içərisində qoyublar. İçərisində 2 ədəd rezin əlcək və 1 ədəd də məhz qoyublar ki, saçı rəngləyəndən sonra və yaxud da saç axına qoyandan sonra məhsi üstündən qoymağa. Bundan başqa daha bir yeni məhsul gəldi, çıxdı ortalığa. Həmişə bizim danışdığımız Naxçıvan buketi. Bu Naxçıvan buketi də niyə görə? Burada Naxçıvanda olan qeyri-adi nanələrin yığımıdır və bir də Azərbaycan buketi. Burada da müxtəlif bitki yığımlarıdır ki, gözəl dad, ağzınıza gözəl dad verəcək bu çaylar ancaq fitoklublardadır. Bax, bu fitoklublarda isə bir qədər, belə deyək, yerlərini xatırladım. Məsələn, biri Oasis restoranından təxminən 100 metr aralda yerləşir. Demək, 7-ci mikrorayonun tərəfi 100 metr aralda yerləşir. Telefonu isə 012 561 85 01. İkinci fitoklub isə Bənövşə Yaşıl Apteki nəzdində yerləşir içəri şəhərdə. Demək, neft şirkəti ilə üzbəüz qala qapısına girək kimi elə Bənövşə Yaşıl Aptekidir ki, orada fitoklub yerləşir və bu fitoklubdan da nömrəsini xatırladıram 012 492 23 46 və 012 492 29 53. Bax, bu nömrələrə zəng vursaz, fitoklublarla əlaqə qura bilərsiniz, həmçinin bu məhsulları əldə eləmək üçün ora necə gedəcəyinizi öyrənə bilərsiniz. Mən isə xatırladıram ki,
Demək, telefonumuz 492 80 54 və 69 74, SMS ünvanımız açıqdır. Burada SMS-lərin bir neçəsi. Salam həkim, sizdən xahiş edirəm ki, zob xəstəliyinin necə müalicəsi etməyin yolunu izah edəsiniz. Mən açıq deyim ki, zob xəstəliyi haqqında 3 il ərzində o qədər danışmışıq ki, bunu bir daha təkrar eləməyə lüzum görmürəm. Güman edirəm ki, əgər bunu təkrarlarına baxmaq istəyirsinizsə, o zaman Herbaflora şirkətinin saytına girin. Yəni, www.herba-flora.com Bu sayta girəndən sonra siz bizim keçmiş verilişlərimizdə olan zob xəstəliyi haqqında məlumat ala bilərsiniz. Qaldı ki, zob xəstəliyinin müalicəsi müxtəlif üsullarla aparılır. Hər xəstəliyə olaraq fərdi yanaşmaq lazımdır. Bundan başqa dediyimiz kimi, demək, burada zob xəstəliyinin də müxtəlif variantları olduğundan, buna görə də həkimlər daha yaxşı deyə bilirlər bunun variantlarını. Ona görə də müxtəlif üsullarla da müalicə aparılır. Yaxşı olardı ki, mən indi sözü verərdim bizim Ulduz xanıma. Bu hər iki varianta bir resept deyərdiniz xalq təbibəti üsulundan. Buyurunuz. Bəli, sözsüz ki, zob xəstəliyi varsa mütləq həkimə müraciət eləməlidir, endokrinoloqa yoxlatmalıdır, hansı növüdür, hipertireoz, hipotireoz, düyünlü zob, yəni bunlar tam aşkar olunandan sonra indi lazım gələrsə əlbəttə yəni hormonlarını da qəbul etməlidir normaya salmaq üçün. Mən sadəcə olaraq həm hipotireozlarda, həm hipertireoza aid bir məsələn xalq təbibətinə aid resept deyərdim. Hipotireozlarda belə bir resept faydalı olur. 300 qram qoz ləpəsi götürmək lazımdır. 50 qram cirə, 50 qram laminariya bitkisi, 1 kiloqram bal. Bunlar hamısı ət maşından keçirilir, qarışdırılır, balla qarışdırılır. Bir də 100 qram sarımsaq. Hamısı qarışdırılır və soyuducuda saxlanılır. Gündə 3 dəfə bir xörək qaşığı qəbul etmək lazımdır. Çox gözəl nəticə verir. Hipertireozlarda isə belə bir resept deyərdim. Yəni qalxana bənzər vəzin funksiyası kimdə yüksəksə onlara aiddir. 300 qram şam ağacının tumurcuğunu götürmək lazımdır və 100 qram qozun qabığı, qozun içi yox qabığı. Bunların üzərinə 2 litr su əlavə edilir, 20 dəqiqə qaynatmaq lazımdır. 20 dəqiqə qaynadandan sonra bunun üzərinə 10 ədəd limonun yarpağı əlavə olunur, yenidən 5 dəqiqə qaynadılır, sonra isə süzüb burada bal əlavə etmək lazımdır, yarım kiloqram. Bunu da soyuducuya qoymaq lazımdır, gündə 3 dəfə bir xörək qaşığı qəbul etmək lazımdır. Təşəkkür edirəm Ulduz xanım. Bu ümumiyyətlə zob xəstəliyinin nəzərə alsaq ki, müxtəlif variantlarda müalicə üsulları var. Elə bax, burada əlimdə tutduğum, bax bu bitkinin özü də, yəni zəfəran bitkisi, Abşeron zəfəranının özü də zob xəstəliyində çox gözəl müalicəvi əhəmiyyətə malikdir. Xüsusən bunun dəmləmələri həm qaraciyərin funksiyasını bərpa edir, həm qaraciyərin təmizlənməsində iştirak edir, həmçinin də zob xəstəliyində, düyünlü zoblarda çox yaxşı istifadə eləmək olar ki, fitokluba da müraciət eləsəz, bundan da əldə eləyə bilərsiniz. Aha, beləcə, bax, artıq Herbaflora şirkətinin fitoklublarında Abşeron zəfəranı adında, bax, beləcə balaca paketlərdə bu zəfəranlar var. Ətri də çox gözəl, çox gözəl. Yalçın doktor, buyuruz, sizə müraciət eləyirik. Sözsüz ki, zob xəstəliyi olan şəxslər ilk növbədə hormonal analizlər verməlidir. Eyni zamanda USM müayinəsindən keçməlidir. Həm dərəcəsini, həm də ölçüləri müəyyənləşdirmək üçün. Təbii ki, yəni dərman müalicəsi ilə yanaşı fitoterapiyadan istifadə olunur. Ulduz xanım gözəl qeyd elədi. Bildiyimiz kimi, yəni zob olan xəstələrin böyük əksəriyyətində əsəbilik, tez yorulma hissiyatı, adi qıcıqlardan belə əsəbləşmə, əllərin titrəməsi, əksəriyyət hallarda təzyiqin yuxarı qalxması, bəzi hallarda da təzyiqin aşağı olması ilə müşahidə olunur. Yuxu pozğunluğu olur bu zob olan insanların böyük əksəriyyətində. Yəni, bu kimi hallarda Herbaflora şirkətinin istehsal edir bir sıra məhsullar vardır ki, onlardan istifadə eləmək olar. Yəni, sedativ çay, əgər əsəbi gərginliyi varsa, sedativ çaydan istifadə eləyə bilərlər, nevranat şərbətindən istifadə eləyə bilərlər. Eyni zamanda daxilə qəbul eləmək üçün və yaxud da salatlara istifadə eləmək üçün dəniz kələmi, yəni laminariya istehsal olunur Herbaflora şirkətində. Təşəkkür edirəm. Həmçinin zob xəstəliyində Şəbnəm xanım əlavəniz var, nəsə? Xeyr, əlavəm sadəcə bundan ibarətdir ki, mütləq belə şəxslər endokrinoloq nəzarəti altında olmalıdır. Çünki ölçülərindən, formasından çox böyük dəyişikliklər nəticə çıxa bilər. Buna görə mütləq bəzən hətta məsləhət görülür ki, siz bilirsiniz, cərrahi əməliyyat hətta məsləhət görülür.
Və mütləq istənilən müalicədən sonra, əməliyyatdan sonra mütləq daim müalicə olunmalıdır, daim hormonlar qəbul olunmalıdır. Bu yaddan çıxmalıdır. Təşəkkür edirəm. Alo. 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 Bəli. Salam. Aleykümselam. Hamı salamlayıram. Biz də sizi salamlayırıq. Müəllim, mənim belə bir sualım var. Neçə vaxtdır mən gepatitdən müalicə alıram? 4-5 il olar. İndi şükür Allaha yaxşıdır. Qaraciyər normadadır. Bu probalar ayıldı, AST normadadır. Bir dənə mənim problemim odur ki, bu albuminlər aşağıdır. Mən həkimlər sistem köçürdülər. Ondan sonra yaxşılaşır. O da müvəqqəti. Sistemlər qutarandan sonra yenə albuminlər düşür aşağı. İndi bilmək istəyirəm, bitkilərlə bu problemi müalicə eləmək olarmı? Xanım, biz dəfələrlə demişik, yəni belə xəstələr adətən həkimlərin elə nəzarəti altında olmalıdır. Hətta albuminlər normaya düşsə belə 3 aydan bir yoxlamadan keçmək lazımdır. Hətta həkim desə ki, tamamilə hər şey bitib, hər şey yaxşıdır və yəni 6 aydan, 1 ildən bir yoxlamadan keçmək lazımdır, mütləq dərəcədir. Hansı formasıdır? Xanım, sizdə hansı formasıdır? Prosta gepatit dedilər. Prosta gepatit dedilər. Qanında laxtalanma yoxladı, heç protrambini laxtalanma. Yoxlatmamışam, amma deyiblər ki, qan durudur. Durudur. Pisdir. Təşəkkür edirəm. Çox sağ olun. Biz indi cavablandıracağıq. Buyurun Şəbnəm xanım. Belə hallarda daim düzdür albumin köçürürlər və ancaq bu qaraciyərin funksiyasının pozulması ilə bağlıdır. Mütləq qaraciyər bərpa edici müalicələr daim alınmalıdır. Ancaq paralel olaraq böyrək üçün nəzarətdən keçməlidir. Çünki böyrək orqanizmdən albuminləri qovur. Qovur və qanda albumin miqdarı azalır. Bununla bağlı olaraq mütləq qaraciyər bu sahənin çox yaxşı mütəxəssisləri var, hansı ki peşəkarları, hepatoloqlar. Bəli, mütləq onlara müraciət etməlidir. Ümumiyyətlə bu cür xəstələr xroniki xəstələr artıq hesab olunur və daim həkim nəzarəti altında olmalıdırlar. Təşəkkür edirəm. Uduz xanım. İndi xanım dedi, Şəbnəm xanım da qeyd elədi ki, biraz ciddidir, nə mənada ciddidir. Yəni əgər albuminlərdə bir dəyişiklik olmayanda, sadəcə elə ALT, AST bunlarda dəyişiklik olanda, yəni normaya salmaq asandır. Amma mən xanımı qorxuzmaq istəmirəm, albuminlərin aşağı düşməsi. Həm də mən soruşdum ki, qan durudur. Bu o deməkdir ki, artıq qaraciyərdə çatmamazlıq, hepatositlərin çatmamazlığı baş verir. Bu da serroza keçid vəziyyətidir. Bəlkə də xanım bilir, onu deyə bilmərəm. Çünki həmin vaxtı qaraciyər çatmamazlığında, hepatositlərin çatmamazlığında albuminlərində miqdarı aşağı düşür, protrambinin, fibronogenin, hətta xolesterinin də aşağı düşür. Onlarda yəni amin turşu əmələ gəlməsi azalır. Yəni qaraciyərin funksiyası yaxşı olmur ona görə. Buna görə də müalicə çox ciddi lazımdır. Yəni bitki ilə də kömək eləmək olur. Yəni belə xəstələr olub. Dərman müalicəsi də alırlar, eyni zamanda bitki müalicəsi də. Paralel olaraq getsə daha yaxşı. Paralel olaraq yəni bitki yığımları qəbul etməlidir. Sonra bitkilərdən hazırlanan ekstraktlardır, balzamlardır, bunlardan istifadə etməlidir. Belə yığımı, məsələn, mən efirdə bir dənə, 2 dənə bitki deyil, mürəkkəb bir yığım ona hazırlıq verə bilərəm, müraciət etsə, lap 1 aya, 2 aya, yəni deyə bilmərəm tam sağalma, amma bərpa oluna bilər həmin əlamətlər. Yəni sistemsiz albumin köçürmədən belə bitkilər vasitəsilə albuminlərin miqdarını bərpa eləmək olur, hətta fibronogenin də miqdarı. Sadəcə mən bir ziyansız resept deyərdim, hansı ki elə onda həm qanın demək laxtalanmanın müddətinin normaya düşməsinə kömək edər, həm də qaraciyər funksiyasını bərpa edər. İtburnu meyvəsi götürsün 1 stəkan. Bunun üzərinə 2 stəkan araq əlavə edir və 1 həftə saxlamaq lazımdır. 1 həftədən sonra onun üzərinə yenidən stəkan yarım şəkər tozu əlavə edib və 3 stəkan da araq, yəni cəmsi araq olmalıdır, yarım bitir. İtburunda 1 stəkan. Yenidən 1 həftə saxlanılır, hər gün qarışdırmaq şərti ilə. 1 həftədən sonra süzür, bunu 1 çay qaşığı gündə 3 dəfə qəbul etsin. Yəni xanımda laxtalanman da düzələcək, fibronogenin miqdarı da düzələcək, qaraciyərin funksiyasına təsir göstərəcək, eyni zamanda gəlib bitki yığımı götürər. Gəlib bitki yığımı da götürsün. Əgər belə bir probleminiz olsa və ya istəsəniz, o zaman Fitokluba müraciət eləyin. Yəni 492 2346 və 492 2953-ə müraciət eləyin. O zaman Ulduz xanımla əlaqə saxlaya bilərsiniz. Qaldı ki,
xatırladıram, bir daha mən indi hər dəfə deyəcəm bunu. Elə bu zəfərandan da hepatit xəstəliyində də yenə də istifadə olunur. Xüsusən də zəfərandan 10-12 ədəd, yəni bu saçaqlardan 10-12 ədəd götürüb bir çaynikdə dəmləyin. Gün ərzində 2 dəfə, 3 dəfə yarım stəkan olaraq daxilə qəbul edin. Yeməkdən qabaq çox yaxşı nəticə verir. Yəni qaraciyərin funksiyasının bərpasında əvəz olunmaz bir məhsuldur bu zəfəran. Buyurun doktor. Herbaflora şirkətində qaraciyər xəstəliklərinin və öd kisəsi və öd yolları xəstəliklərində istifadə olunan bir sıra məhsullar istehsal olunur. Məsələ burasındadır ki, çarə verilişinin əslində mahiyyətinin bir hissəsi də bundan ibarətdir ki, insanları maarifləndirmək, nəinki xəstəliyə çarə tapmaq, xəstələnməmək. Yəni, əslində, hər bir xəstəliyin profilaktikası onun müalicəsindən qat-qat ucuz başa gəlir. Ona görə də bu konkret bu halda mən demək istəyərdim ki, yəni müalicəni davam elətdirsin. Ulduz xanımın dedikləri fikirlərlə tam razıyam. Yəni həm medikamentöz müalicə, eyni zamanda fitoterapevtik müalicə qəbul eləsə yaxşı olar. Qaraciyər xəstəliklərində heparitiya çayı istifadə olunur. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl dəmlənib içilir. Eyni zamanda öd kisəsinin iltihabında, xolesitlərdə və öd yollarının iltihab xəstəliklərində teoxolin çayından istifadə edə bilərlər. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl. Yəni, əslində hər bir insan vaxtaşı teoxolin çayından, yəni terapevtik dozada, yəni gündə 3 dəfə 2 filtr bağlama deyil, yəni gündə 1-2 dəfə, ən azı 1 dəfə, 2 dəfə 1 filtr bağlama dəmləməsindən istifadə eləyərlərsə, yəni öd durğunluğunun qarşısı alınmış olar, öd kisəsinə daşların əmələ gəlməsinin qarşısı alınmış olar, eyni zamanda qaraciyərə düşən yük də azalır. Yəni sözsüz ki, qəbul olunan qidaların, qəbul olunan mayələrin və s. əksəriyyətinə kifayət qədər kimyəvi maddələr vardır və bunlar orqanizmdə sorulandan sonra sözsüz ki, qaraciyərdə bunların parçalanması gedir, ayrılması gedir və bu sözsüz ki, bu halda infeksiyada qoşulanda qaraciyərə xüsusi yük düşür. Ona görə də yəni mütəmadi bu teoxolin çayından istifadə olunması qaraciyərə düşən yükün azalmasını gətirib çıxardacaq. Bir daha qeyd eləmək istəyirəm ki, yəni Herbaflora şirkətinin istehsal elədiyi bitki və fito çayların tərkibində heç bir kimyəvi qarışığı yoxdur. Yəni onlarda əlavə dad verici maddələr və yaxud da rəng verici maddələr yoxdur. Sözsüz ki, yəni əslində kifayət qədər qəbul olunan kimyəvi maddələrin orqanizmdən asanlıqla xaric olmasında bunların böyük rolu var. Təşəkkür edirəm. Xatırladıram ki, baş sponsorumuz olan Herbaflora şirkəti 160 adda məhsul istehsal edir. Adları çəkilən məhsulların əksəriyyəti bütün respublikamızın bütün apteklərində var və əldə etmək olar. Yalnız müəyyən şeylər var ki, əldə etmək mümkün deyil. O zaman fitoklublara müraciət edə bilərsiniz. Biz isə qısa fasilə ilə reklamlara ayrılırıq. Qısa fasilədən sonra sizinlə bir yerdə olacağıq. Çarə efirdədir.